Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid Cabbarov Şahgündüz Habiloğludur. 13 yanvar 1995-ci ildə Bərdə rayon Mollalı kəndində anadan olmuşdu. Əslən Laçın rayonunun Oğuldərə kəndindəndir. Orta məktəbi 2012-ci ildə Bərdə rayon Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının Qaz, Neft və Mədən fakültəsinə qəbul olub. Bakalavr təhsilini bitirdikdən sonra 2016-2017-ci illərdə hərbi xidmətə yollanıb. Xidmətini ön xətt postlarından birində edib və xidmət vaxtı yüksək hərbi intizam nümayiş etdirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə korpus komandiri Mais Bərxudarov tərəfindən fəxri fərman verilib. 2018-ci ildə Sokarda qazmaçı vəzifəsində işə qəbul olub. 1 oktyabrda könüllü xidmətə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd istiqamətlərində xüsusi təyinatlıların həmlə taborunda gərgin döyüşlərdə iştirak edib. 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətən uğrunda cəsur döyüşçü, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib. Şəhidimizin məzarı Binə qəbristanlığındadır. Şəhidimiz Cabbarov Şahgündüz Habiloğlunun həyat və döyüş yolundan bəhs edən Şahgündüz zirvəsi sənədli filmi çəkilib. Şəhidimiz Cabbarov Şahgündüzün pak ruhu qarşısında baş əyirik. Şəhidlər ölməz, çünki onların adı dualarda, ruhu bayrağın dalğalandığı hər qarış torpaqdadır. Gündüz yıldıram maşına, sağ ol, helal ey, Allah'a emanet ol. Ənsə başmanı. Ənsə başmanı. Rahatsına gedir, ha. Rahatsına gedən Allah qələbə xəbərini verir. Sağ ol. Helal ey, özünə yaxşı ol.